Aqrar sektorun inkişafı ilə bağlı yeni dövlət proqramı növbəti 5 ilin yol xəritəsini müəyyənləşdirib. Kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixrac həcminin 4 dəfə artırılaraq 1,5 milyarddan 6 milyard dollara çatdırılması hədəflənir. Hədəflənən rəqəm isə Azərbaycanın qeyri-neft ixracatında yaxın müddətli perspektivdə kəskin artım tempinin müşahidə olunacağından xəbər verir. Sektorun ümumdaxili məhsul artımı isə 2% ətrafında nəzərdə tutulur. Verilən tapşırıqlardan biri də idxaldan asılılığın minimumlaşdırılması ilə bağlıdır. İdxaldan asılılığın azaldılması üçün istehsalın genişləndirilməsinə ehtiyac var və xüsusən də ət məhsulları üzrə həm mal, həm qoyun, həm quş ət istehsalının artırılması nəzərdə tutulur və nəticə etibarən bu ət məhsulları olan tələbin daha çox yerli istehsal hesabına ödənilməsinə imkan verəcək. Yaxın 4 il ərzində aqrar sektoru üzrə rəqəmlərin yüksələn tendensiyası gözlənilir. Belə ki, 2030-cu ilədək mal əti istehsalında ən azı 20, qoyun ətində 9, quş əti istehsalında isə 30% artım planlaşdırılıb. Bu hədəfə nail olunması ət qiymətlərinə də təsirsiz ötüşməyəcək. Ətin qiyməti optimallaşdırılacaq, bəzi məhsullar isə ucuzlaşacaq. Biz daha çox elmi, texnoloji məsələlərə fikir verməliyik, innovativ üsulların təsərrüfata tətbiqini yaxşılaşdırmalıyıq. Su təminatı olmalıdır, torpaqlardan, sudan, gübrələrdən səmərəli istifadə olunması çox vacibdir. Dövlət proqramına əsasən cins heyvanların və ya balıqların saxlanıldığı təsərrüfatlara verilən kreditlərin faizləri subsidiyalaşdırılacaq. Sənədə əsasən 2027-ci ildən başlayaraq 5 il müddətində sahibkarların manatla aldıqları kreditlərə hesablanmış faizlərin, həmçinin icra edilmiş investisiya layihələrinin dəyərinin Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaiti hesabına subsidiyalaşdırılması nəzərdə tutulur. Keçən il sahibkarlara 285 milyon manat subsidiya verilib, fiziki və hüquqi şəxslərə 112 milyon manat güzəştli kredit verib. Ancaq bu həm artırılmalıdır, həm də çox vacib sahələrə verilməlidir. Bugün əkin subsidiyası var, toxuma görə subsidiya verilir, heyvandarlığa görə subsidiyalar tətbiq olunur. Əlbəttə ki, elə sahələr var ki, bunun inkişafı üçün bu subsidiya mexanizmi daha təkmil olmalıdır və istənilən sahədə nəticəsini verməlidir. Kör təbii subsidiyalar verilməməlidir. İstixana komplekslərinin sahəsinin 1500 hektardan 2000 hektara çatdırılması planlaşdırılıb. Bu isə öz növbəsində aqrar məhsulların mövsümdən sonraki dövr üçündə saxlanmasına imkan verəcək. Strateji məhsul hesab olunan buğda istehsalı həcminin də 20% artırılması hədəflərdəndir. Proqramın vacib istiqamətlərdən biri özəl sektorun cəlb edilməsidir və müşavirədə cənab prezident də bu məqama xüsusi olaraq toxundu. Özəl sektorun cəlb edilməsi, subsidiyaların mexanizm olaraq təkmilləşdirməsi də əsas hədəflərdəndir. Nəzərə alsaq ki, proqram çərçivəsində 6 milyard manata yaxın sərmayə qoyuluşunun həyata keçirilməsi nəzərdə tutulur və bunun əhəmiyyətli hissəsi özəl sektorun payını düşəcək. Ümumiyyətlə, 2026-2030-cu illəri əhatə edəcək dövlət proqramı aqrar sahənin dayanıqlı və rəqabət qabiliyyətli inkişafının təmin edilməsinə, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və daxili istehsal potensialının artırılmasına səbəb olacaq. Eləcə də hədəflər əlavə dəyərin və ixrac yönümlülüyün artırılması, insan kapitalının inkişaf etdirilməsi kimi sahələri əhatə edir. Əli Rzayev, Pərviz Mustafayev, ASTV İqtisadiyyat.